əlindən gəlirsə, deməli qəlblərə yol tapa bilər. Biz də bugün Zahid Xəlilin qəlbindən gələn sözlərin yaratdığı dünyaya qonaq olmağa gəlmişik. Hörmətli tədbir iştirakçıları, əziz ədəbiyyat sevərlər, hər birinizə xoş gördük, hər birinizi salamlayırıq. İndi isə sözü verdik İbtidai siniflərimizə. Zaman keçsə də sönmür isimlərimiz. Arzuya bənzəyir hər gülüş fikir. Həqiqət yolunda yanan bir şama. İradəm sarsılmaz, yolumda qəti. Dayım haqqı səsini, izdanı. Xəyalım sadə yox, böyüşdü dəri. Ədəb içində doğulur günər. Bunlar qalan sözlər danışır bizə. İşıq axtarır ürəkdə hər kəs. Ləyaqət, məmnunət, savaşır könlüm. İndi isə söz musiqinindir. Dar üstə gülümsünən, Nərgizə bax, Nərgizə, şeh kimi şölər saçır, ləçəkləri təptəsə, qışın tən ortasında parıldayan yazdı o, torpağın qızıl sözü, qızıl kimi qızdı o, qışın tən ortasında parıldayan yazdı o, torpağın qızıl sözü, qızıl kimi qızdı o. İnsana yaraşmayan hansı xüsusiyyətləri bilirik? Canlaşıldığını bilirik və hansı hekayəsində tənqid edilir? Yəqin ki, çoxlarımız bilirik. İki nar hekayəsindən. Başlayırıq iki nar hekayəsindən. Damla dilək, nar olmasından məni küsmüş görlər. Ağacın başında iki nar qonuşuydu. Onların ikisi də yetişib qızarmış idi. Birinci nar ürəyində fikirləşdi. Görəsən kimi dərəcəklər, əlbəttə ki, məni dərəcəklər. Mən daha iri və qırmızıyam. Birinci nar fikirləşdi. Qonşumla mənim kimi gözəldir. İkimizi də dərsələr nə yaxşı olardı. Ağ süfrənin üzərində yenə də qonşu olardı. Ömrümüzün axırına qədər bir yerdə yaşayardı. Birinci nar fikirləşdi. Yox, ilk mən dərməndilər. Gərəkən böyük məclislərin bəzəyi olar. Qonşunu isə sonra da dərsələrdə olar. Hara tələsin ki, hələ ömrünü qızarmayıblar. İkinci nar ürəyində fikirləşdi. Əgər ki, birinci məni dərmək istəsələr, onlara bir təhər boşa salacağam ki, qonşundan ayıqdır, birinci onu dərir. Birdən kimsə ikinci narı apardı. Bunu görən birinci nar elə əsəbləşdi ki, qırmızı dişləri ortaya çıxdı. Birdən bir sərçə ağacın başına qonub oxumağa başladı. Mən bilirəm onları apardılar. Hara apardılar? Qonşuya qoyub toya apardılar. Bu sözləri işləndən sonra birinci nar elə əsəbləşdi ki, şişib patladı. Onun dənələrini sərçələr elə yedilər ki, onun dənələrindən qalmadı. Paxıllar axırı belə oldu. Gördüyü uşaqlar paxılanan sonra necə nəticələnir?